İndi bu dəqiqə bax indi belə deyək də Bakı, Tbilisi, Kars deyirlər, yoxsa bilmirəm amma yolda, yəni hal-hazırda Türkiyəyə gedən yoldan söhbət. qatar yolunu mən daha çox nəzərdə tuturam, yəni. Hal-hazırda bu nə qədər ümumiyyətlə yük götürməsi də biz məsəl üçün Azərbaycan biz nə qədər qəbul edib göndərə bilərik? Və Gürcüstan üzərindənmi, Türkiyə üzərindənmi bizim potensial nə qədərdir belə indi hal-hazırda? Zamanında bizim pikimizi deyim, ondan sonra gələcəm. 1988-ci ildə Azərbaycan dəmir yolları 180-100 milyon ton yük daşıyıb. 180. Aha. Və bunu daşımaq, yəni bu infrastruktur gücünə sahibdir. Sadəcə o dövrdən bu dövrə bəzi şeylər dəyişib. Hərəkət tərkibi yenilənməlidir, yollar yenilənməlidir. Çünki bu yollar çoxdan tikilib və bu işlər görülür. Digər məsələ o zaman bir dövlət idi, indi müstəqil dövlətlərdir. O zaman bir büdcə idi, indi fərqli büdcələrdir. Hərənin imkanları biraz fərqlidir. Yəni biz daha tez icra edə bilərik, amma biz bu dəhlizin bir ölkəsiyik. Bunun əvvəli, sonu, bunlar da sinxronlaşmış şəkildə olmalıdır ki, vahid yolla yük gedə bilsin. Yük müəyyən hissəyə kimi gəlib dayanıb, gözləmə məcburiyyətində olur və burada da yenə də iki hissəyə bölə bilərik. Var infrastruktur, bu hansı ki limandır, dəmir yoludur, avtomobil yoludur, sərhəd keçid. Var bürokratiya, yəni sərhəddə gözləmək, bu kağızı gətir, ona var, rəqəmsallaşma. Bunlar hər ikisi tranzit vaxtına təsir edir, hansı ki yükün daha tez keçməsin və daha rəvan keçməsini təmin edir. Bizdə rəqəmsallaşıb da o məsələlərdə. Tam yox. Rəqəmsallaşma burada tək hər ölkənin özündə olan rəqəmsallaşmadan başqa bunun uzlaşdırılması da vacibdir. Çünki fərqli hər ölkənin öz sistemi ola bilər, amma bunun vahid bir müstəviyə gətirilməsi, burada sənəd dövriyyəsinin sürətləndirilməsi kimi işlər görülməlidir. Görülür, amma bunun uzlaşdırılmasına ehtiyac var. Digər məsələ odur ki, baxın, Azərbaycan yük qəbul edib, Gürcüstan tərəfə ötürür. Azərbaycanın sərhədində olan Böyükəsik stansiyasına 14 yol var. Yəni stansiya yollarından söhbət gedir. Üzbəyizdə Qardamani stansiyasıdır. Orada 7 yol var. Və bu onu göstərir ki, Azərbaycan 2 dəfə çox göndərə bilər, amma qarşı tərəf 2 dəfə çoxu qəbul edə bilmir. O qan kimi də qan gəlir, yığılır, keçə bilmir. Tromb kimi. Hə, tromb kimi. Bunun da həlli düşünürəm ki, Gürcüstan tərəfi həmin stansiyanın yaşayış məntəqələsindən kənara çıxardıb genişləndirməlidir. İkinci bir məsələ, Gürcüstan çox gözəl iş gördü, modernizasiya etdi və orada şərqlə qərbi əlaqələndirən Rikoti aşırımı var. Çox mürəkkəb sahədir. Meyillikləri daha böyükdür. Bunu yeni tunellər vasitəsilə region bu arada dəmir yolu üzrə ən uzun tuneli hal-hazırda Gürcüstandadır. 8 kilometr 350 metr uzunluğunda Kveşetikobi layihəsi. Həm sürəti artırdılar, həm radiusları böyütdülər və bununla da buraxılıcılıq qabiliyyəti ilə sürəti də artırdılar. Tranzit vaxtına təsir edir. Amma bir məqam qalır. Hərəkət tərkibi hələ ki köhnədir. Yəni bu yükü daşıyan nəqliyyat vasitəsi köhnədirsə, bu yenə də sürətə təsir edir. Stansiya yolları qısa olduğundan bir blok qatar gəlir. Stansiya qəbul edə bilmirsə, məcburi bölünməlidir o. Bölünürsə əlavə əməliyyat, əlavə iş görülür və bu da qiymətə təsir edir. Digər bir məqam ondan ibarətdir ki, bizdə şərqdən qərbə yük var, qərbdən şərqə o qədər yoxdur. Və bunun da optimallaşdırmaq üçün müəyyən deyək ki, risklər olanda dünyada, məsələn, bayaq qeyd etdiyiniz Süveyş kanalında Evergreen gəmisi lilə oturdu. Bəli. Nə baş verdi Avropada? Avropada anbar təsərrüfatlarını böyüdürdülər ki, bu növ risklərə hazır olsunlar.